Bölgə TV-də Şəhid Anılar, Vətən Tanılar layihəsinin 4-cü verilişində Vətən müharibəsi şəhidimiz Toğrul Nağıyevin əziz xatirəsi anılacaq. Mən Şəki şəhidi Nağıyev Toğrulun anasıyam, Əntiqana. Əntiqana, şəhidimizin uşaqlıq illəri necə keçib, necə bir övlad idi? Onu tanıyanlar ən çox hansı xüsusiyyətlərini xatırlayır? Onun o qədər xatirələri var, danışmaqla qurtarmaq olmaz xatirələri. 5 yaşında məktəbə getdi, 1-ci sinifə 5 yaşında qoyduq. Məktəbdə də həmişə fəal iştirak edirdi. Oradan 5 yaşından məktəbə ibtidai sinifə qəbul oldu. O ərəfələrdə də Musikalniyə 2 nömrə musiqi məktəbinə qəbul oldu. Hər ikisini 14 yaşında bitirdi 9-cu sinifi. Ondan sonra qəbul oldu uçulişə, musiqi uçulişə, qarmon üzrə. Çox fəal, hamı ondan danışırdı. Hamı, bütün müəllimlər o 5 yaşında getməyinə baxmayaraq məktəbə. Amma həmişə nə vaxt getdimsə, müəllim ondan ki, çox qabiliyyətli, çox dərrakəli, çox düşüncəli. Deyirəm ki, nə bilim, danışmaqla qurtarmaq olan şey deyil o. Oxudu 2014-dən qəbul oldu uçulişə, 2018-də getdi əsgərə, hərbi sıralara getdi. İl yarım Füzuli Şükürbəlidə əsgərliyini keçdi, il yarım gözlədik, il yarımdan gəldi. Yanvar ayında əsgəriyə biz, məsələn, 2 həftədən bir atası rəhmətli ilə geyirdik biz, dayısı, atası. Hər dəfə geyəndə biz komandirləri, çox gözəl insan idi. Hər dəfə geyəndə deyirdi, inanın Allaha, mən belə uşaq görməmişəm. İllər dedi, mən bu peşə sahibiyəm, bu əsgərlərin üstündəyəm dedi, mən belə əsgər görməmişəm. Ki, nəyəsə atqaz eləyər bu uşaq. Hər şey fəal, özü kimi cəld uşaq, diri uşaq, qabiliyyətli uşaq. Nədəndirsən də, bəlkə kimisə danışdırsaz, Şəkidə adı, kimisə bir dənə, bir siravadan danışdırsaz, ağzı dolu danışar o uşaqdan. Heyli uşaq idi. İndi mən uşaq tərifləyəndə öləm, mənə elə xasiyyətim yoxdur, düzü. Biraz bu yaşımda, biraz mən, indi bəlkə də deyərlər ki, bu yaşı var, belə falan. Nəsə biraz cicayla qurduq biz, bağışlayın. Ona görə biraz uşaq gəldi, bu yaşa çatdı, Toğrul. 20 yaşı var idi Toğrulun. Yanvarda əsgərdən gəldi. Nəsə Füzulidə əsgər illədi, çox orada, nə bilim, özünə qurmuşdu, bayraqsan saçmışdı, ki, meydanzat tikmişdi, nəsə çox fəal iştirak eləmişdi Füzulidə. Nəsə gəldi, qutardı. Yanvar ayının 11-də əsgərdən qayıtdı, 2020. Nəsə onunla biraz keçdi, getdi, işlədi, orada, burada. Sonra rəqs müəllim kimi işlədi. O getməmişdən də öyrənmişdi də, o rəqsinə istəyirdi onu. Musiqi ilə çox həvəsi var idi, elə şeylərlə. Nəsə əsgərdən gəldi, yenə öz işinə davam elədi. Bir müddət keçəndən sonra bu hadisələr, iyun hadisələri oldu, iyul hadisələri, Polad Həşimov. Tovuz döyüşləri, sağ ol. Onda bu Polad rəhmətə getdi, şəhidimiz, Allah rəhmət eləsin bütün şəhidlərimizə. Polad da olan içində, Polad Həşimovdan sonra Toğrul özünə gəlmədi, inanın Allaha. Çox vətənpərvər uşaq idi. O muzikanı oxuyanda bütün tədbirlərdə əlində bayraq, həmişə. And olsun Allaha, mən and içində deyirlər, niyə and içində deyim, ürəyim soğumur. Balaca uşaq idi o. O televizorda Heydər babanı göstərəndə, bizim bayrağı göstərəndə, inanın Allaha, gəlib televizorun qabağında dururdu. Ki, Azərbaycan bayrağı, Azərbaycan bayrağı. Elə o var idi onun canında. Düzü, nətər deyim, deyə bilmirəm ki, o nətər uşaq idi, inanın Allaha. Nəsə, o Tovuz döyüşlərində gəldi bu uşaq, elə ki, böyük travmalıdır. Bu, əsgərdə onun atası rəhmətə getmişdi, 2019-da rəhmətə getmişdi, Toğrul Opskiyə gəlmişdi. Elə onda görüşdülər nəsə, amma o Tovuz döyüşlərində, inanın Allaha, bu uşaq özünə gələ bilmədi. Heç gələ bilmədi. Gəldi, deli xorotuda, ana, bilsən nə oldu, dedim, nə oldu dayata, dedi, bəs Polad Həşimov rəhmətə getdi, generalımız. Ana, biz batdıq, dedim, hayata, elə söz danışma. Ki, oldu da, bunlar zəlil olsun erməniləri.
Oldu, nağara dedi, yox ana, demə elə. Biz batdıq, bizim generalımız getdi ana. Sən bilirsən, general illər istəyir ki, bizə general olsun. And olsun Allaha, uşaq 3 gün oturdu divanlarda, bir kef. Bəlkə də atası rəhmətə general olmamışdı. And olsun Allaha deyirəm. Nəsə, o biz dedi, yox ana, bitdən nəsə olsa, mən geyəcəm ana, qabağımda durmayarsan. Dedim, doğru, çaşma ha. Olanda geyəz uşaqlar çoxdur. Dedi, yox ana, nəsə elə. O minvalına bu uşaq yaşadı. İyuldan yaşadı. Deməsin, momentə çatdı, sentyabr ayı gəldi. Sentyabr ayında, ayın 27-si bu başlayanda bu hadisələr. Dedi, bəs ana, vaxt çatıbdır, mən getməliyəm. Dedim, ay doğru, getməlisən, nədir, bəs mən təkəm ağa. Atan yox, mən tək 4 divar arasına. Dedi, ana, Allah da təkdir. Səbirli ol, Allaha dua elə. Vətənimizdə ana, and olsun Allaha. Dayandı, üzümə doğru uşaq. Üzümə baxır uşaq. Deyir, ana, sən bir dənə fikirlə, görmə, nə deyirsən? Deyirsən, getmə, vətənimi qoramayım mən. Bizim vətənimizdir. Bizim borcumuzdur, ana. Hamı getməlidir. Hamı getməlidir, hamımız bir olmalıyıq. Hamı yığışmalıdır ki, biz vətənimizi qutardaq dardan. Nəsə, mən dedim, o dedi, yox ana, öldü var, döndü, yoxdur. Mən vətənimdir, mən arxasında durmalıyam vətənimin. Gücüm çatan eləyəcəm. Dedi, sən özə müğayət ol, ana. Bəli, apardım, öz əlimlə yola saldım. Yola saldım, gəldim, ayın 29-u günü. 29 axşam qayıtdı evə, dedi ki, bəs ana, çoxdular, çatdıra bilmədilər, bizi saxlarlar sabaha. Axşam gəldi, bir oxumasını yedi, yatdı. Səhər durdu, ayın 30 günü. Yığışdandı, salamatlaşdı. Dedi, ana, geyirəm mən. Ana, durmayaysan qabağımda. Ki, mən bir dənəyəm, mən bu dözə bilmərəm. Mən bu vətən, bu torpaqda gəzə bilmərəm. Ki, mənim vicdanım götürməz ki, mən bir dənəyəm, getməyim, mən anam təkdir. Allah da təkdir, dedi, ana. Allah'a çağır, yat. Allaha bir dənə dua elə. İnşallah, qayıdaram inşallah. Allah da var, rəhmi də. İlyarı məscərdən gəlmişəm, o Füzolidən. İndi də qayıdaram ana. Bəli. Dedi, salamatlaşdı, ta. Getdi bir də qayıtdı. Gəldi, bir də qucaqladı. Dedi, ana, geyirəm, özü o toparra. Allaha dua elə. Bitdən də işdə, oldu elə olmadı belə ana. Bitdən qayıtmasan, amma heç kimin qarşısında ağlamayəsən. Başı o dəyməyəsən. Heç kimin qarşısında. Amma deyiklər ki, şəhid Toğrulun anasıdır. Qəhrəman anasıdır bu. Özü o toparlayarsan. Bəli. Getdi, belə getdi. İnanın Allaha. Nə deyim? Allah rəhmət eləsin, Əntiqə xanım. Çox sağ olun. Son söhbətiniz nə olub Toğrulunla? Son söhbətimiz o oldu ki, ayın 11-i zəhv vurdu. Gün ötürə zəhv vururdu da müharibədə. Ayın 11-i zəhv vurdu. Axşam üstü idilər. Söz vaxtından keçir. 8 olardı, 9 işləyərdi. Dedi, ana, nağarsan? Dedim, heç nə nağaram. Ağladım, bir dənə ağlama. Dedim ki, həyata, nağaram, tək adam nağarar 4 divar arasında, ana iyisin. Dedi, ana, çox danışma. Hərəmizə 2 dəqiqə danışaq. Ki, uşaqlar danışa bilsin ailələri ilə. Zaryatka qoymağa yer yoxdur telefonumuza. Deməli, bu ayın 30-undan bir gün saxlayıb, bu ayın 1-dən Tərtər Ağdara istiqamətinə gətirdilər. Amma and olsun Allaha, bir kəlmə deməkdir. Nə vaxt danışsa, dedi, ana, narahat olma, kefi pozma, yaxşıdır vəziyyətimiz, hamı köməkli eləyir yemağımıza. Hələ biz təlim keçirik. Bu söhbət. Amma ayın 11-i dedi ki, bəs ana, tez danış, uşaqlar da danışsın, telefon zaryatkası qutarır, sonra qoymağa yer olmayacaq deyəndə işə aldım. Onda dedim, onda belim qırıldı ki, bunlar haradasa zaryatka qoymağa yer yoxdur telefona. Bu, harasa aparıddılar, bu yalan danış ki, ana təlim keçirik. Onda bir dənə, inanın Allaha, 11 gündə, o 11-ci günü bir dənə, o ayın 11-də, onda belim qırıldı. Dedim, orada şey deməsin, salam, sağ ol, vəssalam.
Belə qaldı ata. Allah sizə səbir versin. Çox sağ ol. Allah rəhmət eləsin. Amin. Əntiqana, onun valideyni olmaq necə bilirsiniz? Vallah, valideyn olmaq, mən heç vaxt narazılıq eləməmişəm mən uşağımdan, düzdür. 20 il baxmışam, halal xoş olsun. 20 il nə tə baxmışam, göydə Allah bilir, bir də özüm. Bir də məktəbdə müəllimlər, inanın Allaha, müəllimlər gəldi bizə, dedi ki, ana, sən nəyicə bunu buraxdın əldə? İnanın Allaha, 8-ci sinifə qədər orta məktəbə aparmışam. Bizim öyümüz yuxarı hissədir, Karvansaradan üstə. Deyirdim ki, yol trastıda, maşıncı yeni yolda. Maşın vurar, sonra ölər, nəsə olar. Gətirib məktəbə otururdum sinifdə bunları, uşaqların hamısı. Müəllim gəlirdi, təhvil verib girdim işə özüm. Xan Sarayında işləyirdim. Amma demirəm, hər dəqiqəsini güdmüşəm. Amma elə uşaq olmayıb ki, mən ona narazı olum 20 ildə. And olsun Allaha. Güddüm, amma axırda güdənmədim. Öz əlimlə yola saldım. Öz əlimlə yola saldım. Dayandım, arxasınca baxdım ata. Düzdür, şəhid anasıyam. Başım ucadır. Hər insanın. Hamı düzdür, bizi görəndə baş əyir. Nətə deyim? Amma axı yoxdur, Toğrulun əvəz edicisi yoxdur həyatda. Təkəm. Toğrul da tək idi, atası da tək idi, mən də təkəm. Uca zirvədir. Məqam ucadır. Ana, ata, başı ucadır. Amma nə qədər uca tutsam, o başım əyilir. Orada bir dənə, nə qədər danışsam da, özümü toparlasam da, o başı əyilir ata, saxlayamıram. Axı, hər tərəfə baxıram, yoxdur Toğrul. Hər tərəfə baxıram, yoxdur Toğrul. Düzdür, demirəm, bəyək dediyim kimi uca zirvədir. Ata, ana üçün Allah heç bir atı yanıya göstərməsin. Bala acısı. Çox dəhşətli acıdır. Bu sağalmaz yaradır. Sağalmaz yaradır. 6 ildir də, 6 ildir. Gözüm axtarır kimi oxşatsam, Toğrul oxşayan görsəm, ürəyim əsir. Nə deyim? Allah sizə səbir versin. Çox sağ olun. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin. Sizlərə borcluyuq həqiqətən. Sizlərə, siz analara, şəhid ailələrinə borcluyuq. Vallahi deyirlər, bilmirəm. Deyirlər. Amma deyirəm mən hər yerdə, deyirəm mən sözümü, deyirəm ki, nətə lazımdır, çatdırıram hamısına. Ki, mən heç kimdən heç nə istəmirəm. Bir dənə Allahın salamını istəyirəm ki, ana nətərsən. Ki, biraz rahat olsun. Yəni, Toğrulun döyüş yoldaşları var da bizim Şəkidə. Yaralanlar var, qazilər var. Sağ olsunlar. 6 ildir da hələ tək qoymayıbdılar, danışırlar, gəlirlər, ünsiyyət eləyir o. Bir ana bala kimi, hamısı Toğrulun dili ilə ci deyirlər hamısı ma. Toğrul da ana deyirdi, ci deyirdi ma. İndi olan dili ilə deyirlər, Toğrulun dili ilə. Axtarırlar, ağrıyırlar. Nə qədər də axtarsalar, ağrısalar. Özgədən bala olan şeydə öyle də. Bala nə pulla satılır, nə bilim, nə bazardasa heç yerdə satılmır bala. Ata-anan yeri ayrıdır, bacı qardaşın yeri ayrıdır, amma balanın yerin heç nə verə bilmir həyata. Heç nə verə bilmir. O qədər ağzımı öyrəndi, ata demişəm. Kimi görsəm deyəm, ay ata. Telefona danışım deyəm, ay ata. Amma nə işığım söndü da, işığım söndü həyata. Vallah. Deyirəm, elə bu sözü tərcüdə bilmirəm, demirəm, o qədər öyrəndi dilim. Kimi görsən deyim, ayətə nətənsən, ayətə falan, ayətə feşman. Demirəm, vətən, bilmirəm, vətəni seçdi. Heç nə deyəmirəm. And olsun, Allah heç nə deyəmirəm. Ki, o qədər qorudum, 20 il qorudum. Amma qoruyamadım da, o günün qoruyamadım. Allah heç bir atı yanıya göstərməsin. Amin, əntiqəmə. Vallah. Toğrulun şübhəsiz ruhu şaddır. Bilmirəm. Allah sizə səbir versin, həqiqətən çətin bir durumdur. Hamı deyir, vallah. Bilmirəm, heç kim incimi, bilmirəm, hamının balası özünə şirindir həyata. Hamı şirindir.
İndi balanın yaxşısı pisi, nə də olsa, nə qədər pis olsa da, baladır. Abi, liboy adam da, məsələn, balası olan adam bilir də onu ağracı, gecələrə, gündüzlərə, yaxşısı pisi, hamısan udursan, dözürsən, hər şeyinə dözürsən. Yorulmursan amma yorulmursan. Amma Toğrul ananı vətənə qurban verdi. Ki, vətənimdir. And olsun Allaha, mən də Heydər babama böyüdüb qoymuşam ora. Ki, onun babası. And olsun Allaha, 2 yaşı yarım olardı. 2002'də idi, nə Heydər baba gəldi bizim Şəkiyə, Mədədin yanına. Biz də orada kirədə qardıq. Bu da bağçaya idi, kağız var ya, boyda belə kağız. Şeir yazmışdı müəllim. Dedi ki, ana Heydər babaya deyəcəm o şeiri. Gəldik o yola. Gəldikcə cəmaat yığıldı Heydər babanın başına. Bu ana sövmüşüb aparırlar Heydər babanı. Millət yığılıbdı. Bu da mənim qucağımda Toğrulda. İnan Allaha, mən öldürəcəm, şeiri deyim. Ara şeiri deyir. Hamı basa o şeiri deyənmədi. İnanın Allaha, gəldi qoya. O uşaq nə qədər ağladı. O şeir hansısa kitabın arasına qoymuşdu, tapmadım onu. O qədər ağladı cana. Mən Heydər babaya şeirimi deyə bilmədim ayana. Bəli. El uşaq idi ha. Vallahi mən demirəm, mən xoşum gəlməz uşaq zat tərifləməni, hamı bilir mən xasiyyətimi. Amma bu uşaq möcüzə idi elə bir. Hamı şoka düşür ha. Möcüzə. Elə bir dərmanla ölü salsan diri çıxardı o uşaq. El uşaq idi ha. Orada da cevdə incəlməyibdi. İnan Allaha deyir, uşaqlar deyəcək, bala nədən yanırsınız, niyə oturursunuz burada? Siz nəyə gəlmişsiniz burada oturmağa? Elə orada da hər yerə elə bir şeylər fikirləşmişdi ki, o uşaq özünə. O elə şeylər fikirləşdi də oturan yerdə. Deydim, ya Rəbb, şükürsə. Harda cev işləyirsə, and olsun Allah, hamı ağızlı olsan, deməm, işləyən yerlərə deyim, ceyim bir dənə bax, danışdırın o adamları. Hamı şoka düşür. Mən görür uşaqları, bilmir nə varsın o uşaqlar. Ki, Toğruluna nasıl gəlir? Bəlkə də deyim, nə bilim, bilmirəm, hamı qədər bəlkə də mənə ola bilmərəm ki, hamıya bambaşqadır, bambaşqa hörmət var Toğrul barədə. Ki, Toğrul hörmət qazanmışdı özünə. O 20 il yaşadı, amma kişi kimi yaşadı, mərd yaşadı. Deyidi, ana həmişə acol kişi olmalı idi. Allah haqqı. Ki, ana, bizim sirrimizi heç kim bilmir ki, özümüz bilirik. Biz ana bala eləydik ki, biləm ki, bacı qarı podruqa kimi. Ki, sirri məndə idi, ikimiz bölüşürdük sirrimizi. Heç kimə dacıyım, ona buna sir deyim, nəsə eləyim, o söhbət yox idi. Eyli uşaq idi, cana yanan, mehriban. Deseydin ki, ay Toğrul, ürəyəmma ver, and olsun Allaha verərdi. Atqaz eləməz idi acı, mən nəsə atqaz eləyim. Deyirəm, elə mən özü kimi, mərd, deyirəm, yaşadı 20 il, amma kişi kimi yaşadı. And olsun Allah, elə bir 70 yaşında, 60 yaşında kişinin ağlı var idi o uşaqda. Həmişə də özündən böyüklənə çocuqlayırdı. Deydim, ayata, özündən böyüklənəcəyib, yapışırsan sən. Deydi, sən ayava, sən bilməyən işlər çoxdur. Onlardan mən öyrənirəm, götürürəm. Mən özümlə balacasından götürəcəm. And olsun Allaha. Demirəm, əblə, danışmaqla qutarmaq olan şey deyil. Vallahi gələ saatlarla oturaq biz əblə, o kinoya baxsanız, YouTube'a girin bir dənə baxın, Könüllülər komandiri. Abi, nə var odur? Mən əblə, danışım, yalanla, nə səbəb, bizdə o yoxdur. Bizdə bə, nə də odur? O uşaq da, and olsun Allaha, abi, mən nə tər xasiyyətim, o da elə xasiyyətdə idi. Allah sizə səbir versin. Çox sağ olun. Bütün şəhidlərimizə rəhmət eləsin. Rəqs paltarı da Toğrulun rəqs oynayanda giyinirdi bu paltarı. Rəqs paltarı idi. Bu da məktəb 1-ci ibtidai sinifdə qalstukları, bu məzunu, bu koftasını da almışdı. Qırmızı koftanı elə bir-iki dəfə giydi ki, tədbir rəzada giyəndə. Dedi, bəs ana dursun o koftan. İnşallah dedi, üzük zat verəndə bu koftanı giyərəm. Ən çox istədiyi kofta idi. Bu da məktəbdə qalstuklarıdır. Şəkilləri də, bilmirəm, şəkilləri, rəqs şəkilləri də.
Həsəni bizim əsgərdən gələn şəkillərdir bu, əsgərdən gələn şəkillərdir. Əsgər şəklidir. Rəqsi çox sevirdi ana, hə? Rəqsi çox sevirdi. Nədir? Rəqslə yaşayırdı elə bir o. Hər dəqiqə yeyirdi şəkil. Bu əl işidir Toğrulun bax. 4-cü sinifdə, ibtidai sinifdə bunu özü tikmişdi qolbaqlarla. Biraz qolbaqları qalmışdı. Sapıcada bax verdim. Detdoma ki, uşaqlar orada nəsə eləsinlər ki, öydə qalıb batmasın. Bu Toğrulun balacalıq şəklidir. Bu bax əsgərdən, demək bu 11 yaşı var bu uşağın. Orada da var şəkili ondan. Qardaşımın oğlu əsgərdə idi, Tərtərdə. Demək bu biz də getmişdik and içməsinə. Qardaşımın oğlunun Əhmədin. Bu da bu şəkildir. Biz ora gəlirik and içməsinə, qardaşımın oğlunun. Orada Əhmədi soyundurub bu paltarı, əsgər paltarı. Demək 9 yaşı var idi da Toğrulun. Dedi ki, mən əsgər olmaq istəyirəm. İnanın Allaha, o Tərtərdə girməyən yer qalmadı. Bütün getdi, nə varsa orada hamısını analiz elədi, hamısını baxdı. Heç bəlkə də qardaşımın oğlu qanmayan, görməyən yerləri bu ceyb ona göstərdi. Vətən sevgisi uşaqlıqdan formalaşır. Hamd olsun, təzəvvürlə 9 yaşı. Orada millət yığılıbdı, Tərtərdə hamı da əsgər görməsinə gəlir, and içməyə. Hamı şoka düşdü. Ki, bu nətər uşaqdır, bu paltarı giyinidi, bir dəqiqədə yanmır uşaq orada. Eylə. O istəyir də bilər, vursun, dağıtsın, nəsə. Çox marağı var idi. Bu da musiki məktəbinə getdi, sonra uçul işə girdi. Bu özü, bu əsgəri özünün and içməsindədir bu, Ağcabədə də. And içməsində də biz orada olduq, Beyləqanda. Orada and içmə oldu, sonra bölüb gətirdilər Füzuliyə. Bu da Toğrulun qəzetdə şəkli, vətən deyəndə, nə idi, bilməm o adı, o şeylədir, nədir, Toğrulu hazırladı qəzeti ki, kinoya baxıb mazəf vurdu ki, bəs ana belə-belə. Dedim, nə tərməsəlatı, o da Toğrulun and içməsindən olan şəklidir. Nə deyək, nə söyləyək, bilmirəm ayaq, bilmirəm. Məsələn, o qədər özün, o mişqasıdır, nəmin oyuncaqdır, o özün balacalıqda. Sonra orada özün, orada var, əl işlərin yarısı şeydədir, yuxarıda, özünün üstündə, qəbir üstündədir. Bu da uşaqlar özləri böyütmüşdülər, bu könüllülər komandirədir. Bu özünün kubokudur, rəqsdə o vaxt Gənclər Birliyinə qoşulmuşdu. Orada qazanan kuboklardır, bir də orada idi kubokun qabağında özün. Bu özün sağdadır, bu telefonu bağlı qaldı, telefonu xoda qoydu, aça bilmədik. iPhone-un, o bir telefonun, xodun, qız, istədiyi qız var idi, o bildi onu, mən işlədirəm, amma bu ilə bağlı qaldı. Yəni, şəhid olmamışdan öncə işlətdiyi telefon? İşlətdiyi telefon, o da ilə bağlı qaldı, nə qədər apardılar uşaqlar Bakıya kimi, onu aça bilmədilər. Saatda həmçinin, saatı da özünün, saatı da elə dayandikcə bataryasını sayıram, hələ ki işləyir, özü yoxdur, saat işləyir. Bu da pravası da özü təzə almışdı, pravası. Çox sordadır, bu özünün nağarasıdır. Bu da Qarmonovun nağaran, rəqs oynayırdı. Rəqsdən əlavə də xalamın oğlu mənim toyda nağara çalındı. Əsgərdən gəldi, getdi onlara. Dedi ki, anacığım bir dənə nağaranı da öyrənim. Ki, görək Eşət dayı nə deyir? Bir ayda 2 ay getdi onlara, o korona ərəfəsində idi. Nəsə getdi, öyrəndi, gəldi, bir söynür. Nə oldu ay Toğrul, dedi, bəs ana, öyrənmişəm. Elşad dayı deyir ki, gəlin gətirməyə sən göndərəcəm ay Toğrul, axşam toya özüm yeyəcəm. Ki, bəs mən daha gəlin gətirməyə yeyəcəm, ana, yenə olur kişiməyə qəpək quruş. İnan, dayanmırdı da ki, fikri o idi ki, bir nə pul qazansın. Gətib, yığıb, pulla qoyurdu, nə lazımsa, məsələ özünə xaşlayırdı. Əsgərəcəyincə, padavatca, nəyə gücü çatırsa, getdi uşaq, da uşaqlara qoşulum, geyim yolda gəzim, o tində, bu tində oturum. O söhbət olmaydı uşaqda. Geyincə çallaşdı, gələndən sonra da deməli, yanvarda gəldi, sentyabr müharibəyə, geyincə uşaq dayanmadı. And olsun Allaha dayanmadı. Bir çallaşdı ki, daha atası da yox idi, 2019 rəhmədə getdi. Dedi, ana balıyor, gələk biz baş-başa verək, dolanaq.
Ki qoy işləyim, nə iş olsa ceyib işləyəcəm ayana. Sonra rəqs kursu açıldı, göndərdilər, ora çağırdılar. O da rəqs dərsi keçdi. Elə hər şey qaldı yarı-yarımçıq. Ana, o vətəninə də, ailəsinə də bağlı olub. Bəli. O demirəm, demaqla qurtarmaq olmur. Elə bir ki, ürəyim sənmir. Ona görə ki, bilirəm da mən o uşağın nətər uşağı idi. Nətər uşağı idi. Bir dənə bizdə odur ki, bir dənə mən o hökumətdən bir dənə narazıyam. Demişəm onda, Tərtərdən gəlmişdilər, Ağdərədən oranın komandiri o vaxtında, müharibə dövründə. Nə sonra mən danışdım, yazdılar, pozdular ki, bir dənə orden versinlər. O da keçdi, Bakıya çatdı, hara çatdı, bilmədim, elə orada da ilişib qaldı. Sonra komandirlə danışdım. Dedi, vallahi ana, biz hər şeyi yazıb göndərmişik ki, verilməlidir o uşağa. Amma üzə çıxmadı. Verirlər inşallah ana. Verilmirəm. Əsas bir dənə mən, düz deyib, mən usta həyatdan, nətər deyəm, hər şeydən əlimi üzmüşəm. Bunun üçün yaşayıram. Görəndən çoxsu mən şoka düşür ki, bu anəli, bu ayaq üstədir. Toğrulun xatirəsini yaşatmaq üçün. And olsun Allaha. Öz-özümə söz verdim ki, mən nə qədər yaşasam, Toğrulda yaşayıcıdır. Yaşadım. Gücüm çatan qədər. O gün mən yaşım bitirdi. Pensiya yaşım bitir. Gəldilər, yaddan zaddan gəldilər, Daşqın müəllim zad, hamısı yığıldılar, nəsə yaşımı burada qeydilədilər. Deyir ki, deyir, anam, yaşamaq lazımdır. Deyəm, vallahi mən üçün daha hər şey məhv oldu, həyat. Mən yolda geyirim, elə bilirəm ki, bir dənə özüməm. İşim yoxdur yolda. Bilmirəm, nə deyim. Atası bəyək var idi, deyirdim, atası ilə nəfəs alırdıq biz. Üçümüz idik ailədə, amma Toğrul getdi, gəldi, əskərdən gəldi, dedim, şükür. Getdi, müharibəyə, atası rəhmədə getdi, Toğrul əskərdə olanda. Atası rəhmədə getdi, bir qolum sındı. Amma Toğrul da getdi, 2 qolum sındı. Qaldım tək 4 divar arasında. Vətəndir da, vətən. Amma vətəndir, vətənimizdir. Bizə məşə boşdu yox, vətənimizdir bizim. Şəxsən biri mən özüm, mən himni çalınanda, mən özümdən asıl deyiləm. Mən o iş kimi deməmişəm. Ki, mən elə bir ki, qürur duyuram, dayanıram, elə bir ki, uca dururam ki, mən vətənim Azərbaycanımdır. Ürəyim soğumur elə bir. Demiş, o mahnını elə oxuda qoyarlar, elə oxuya dursun, mən də ona dayanım, baxım. Bəlkə də onunla təsəlli alaram ki, mən o Azərbaycan himni ilə ki, Toğrul üçün bala itirdim. Toğrul da vətən üçün getdi, cana, vətənimizdir, torpaq üçün. Cana, yaşayın siz. Yaşayıram, çalışıram, yaşayayım. Toğrulu yaşadım. Bütün şəhidlərimizə rəhmət olsun. Hamısının yeri rahat olsun. Bütün ata-yanaya səbir versin şəhid atalarına, analarına. Bir dünyamız salamat olsun. Əskərlərimizi Allah qorusun, ordumuzu qorusun. Vətənimizi qorusun. Başımıza Allah dəyməsin. Nə qədər ki var, qoy hamı rahat yaşasın. Vallahi azadlıq olsun. İtirmişəm, bala itirmişəm, elə bala itirmişəm, Toğrul üçün bala itirmişəm. Amma gənə istəmərəm ki, vətənimizə ziyanlıq olsun, kimisə balası nəsə olsun, mən onu götürə bilmərəm. Nəsə dözə bilmərəm, bilmirəm, hərə özüm, mən neyi var, vicdanı var. Mən sözüm odur, bir ana kimi, şəhid anası kimi. Mən həmişə demişəm, bütün tədbirlərə də deyirəm ki, Allah vətənimizi qorusun, əskərlərimizi qorusun. Gənclərimiz, cavanlarımız ata-ana sözünə baxsın, ağıllı, kamallı olsunlar, vətənimizi qorusunlar. Bizim balalarımız getdi, 3000 şəhidimiz getdi. 3000 şəhidimiz, biz bilən 92-dən beyiz, hamısı bizim şəhidlərdir. Hamısı bizim balalarımızdır. Amma indiki cavanlar da baxsın şəhidlərimizə. Dərs götürsünlər, onları yaşatsınlar, özləri yaşasın, onları da yaşatsınlar. Amma qeyriyyətli, qabiliyyətli, vicdanlı. Nətər deyim, mən Toğrul kimi istəyərəm ki, Toğrul kimi igidlər olsun. Hamının balası özünə şirindir, bəyək dediyim kimi. Amma mən indi öz balama cavab deyəm, mən balam kimi igid olsunlar, amma arzuları yarım qalmasın. Yaşasınlar, amma yaratsınlar. Müəllimlərdir.
bütün məktəb rəhbərləri, idarə rəhbərləri də həmişə desinlər, aşılasınlar uşaqlara ki, kinolardan çəkilir. O kinoları versinlər, məktəblərdə şəhidlərin kinolarını versinlər. Biz o vaxt bizdə məktəbdə kino zalı var idi. Bizi hər həftə apardılar kino zalına. Mən o inanın Allaha sıradan bizdə kino var idi, qazilərə aid. Nə idi ay Allah kinonun adı? Sıranın açılışı oldu. O kinolara öz-özümə danışmışam ki, o kinoları versin məktəblərdə, onu təşkilləsinlər. Demişəm, öz-özümə söz vermişəm ki, tədbir olsa, mən onu irəli sürərəm ki, siz verin, aşılayın, uşaqlara göstərin. Ki, qoy uşaqlar başa düşsün ki, bizim ölkəmizdir, bizim Azərbaycanımızdır. Biz dayaq durmasaq, heç kim bizə dayaq durmaz. Vətəni sevmək lazımdır. Ana bambaşqa, vətənimiz bambaşqa. Ona görə ki, biz bu torpaqda gəzirik. Bu torpaqda gəzirik biz, başı uca. Necə? Bizim şəhidlərimizin səmənəsinə də. Bizim bu boyda şəhidlərimizin, mən həmişə deyirəm ki, 92-dən bezə olan şəhidlər bizim şəhidlərimizdir. Bizim balalarımızdır. Ona görə də indiki cavanlara bir dənə arzum odur ki, gənc, fəal, bir qabiliyyətli demirəm, igid olsunlar, bir-birinə başa düşsünlər, bir-birinə qiymət verməyə başarsınlar. Allah hamısını qorusun. Sağ olun. Allah Sağ köməyiniz olun. olsun. Sağ olun.